Salam əziz şagirdlər, bugün 6-cı sinif riyaziyyat kitabının 1-ci hissəsindən səhifə 35, 36, 37, 38-də olan tapşırıqların izahına baxacağıq. Mövzumuz kəmiyyətlərin nisbətidir. Dərsin izahına keçməmişdən əvvəl bildirmək istəyərdik ki, əgər dərslərimizə onlayn şəkildə qoşulmaq istəsəniz 051 759 55 96 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Kəmiyyətlərin nisbəti araşdırma və müzakirədə bizə deyir ki, istədiyiniz kitabın bir mətn seçin və 2 dəqiqə ərzində sürətlə oxuyun. Vaxtı bitirdikdən sonra oxuduğunuz sözləri sayın. Sözlərin sayının dəqiqələrinin sayına nisbətini yazın. Alınan nəticə nəyi ifadə edir, izah edin. Bu nəticəyə görə 4 dəqiqə ərzində oxuya biləcəyiniz sözlərin sayını necə tapmaq olar? Bunu artıq evdə özünüz həll edərsiniz. Öyrənmə, eyni adlı kəmiyyətlərin nisbəti. Bir çox məsələlərin həllində eyni adlı kəmiyyətlərin nisbətini uzunluğun uzunluğa, kütlənin kütləyə, həcmin həcmə və s. tapmaq lazım gəlir. Bu halda nisbət sadələşdirilir və vahidsiz yazılır. Məsələn, şəkildəki düzbucaqlının uzunluğunun eninə nisbətini belə tapmaq olar. Uzunluğu 6-dır, eni isə 4-dür. 6-nın 4-ə bölünməsi. Burada santimetrlər ixtisar gedib, 6 ilə də 4-ü hərəsini 2-yə aparıb, burada qalıb 2 dəfə, burada da qalıb 3 dəfə, cavab olub 3 bölünsün 2 kimi. Yadda saxla, eyni adlı kəmiyyətlərin müxtəlif vahidlərə verdikdə, onların nisbətini tapmaq üçün bu kəmiyyətləri eyni vahidlə ifadə olunmalıdır. Yəni, santimetr, santimetr, metr, metrə, litr, litrə çevrilməlidir. Çalışma 1. Şəkildə verilənlərə görə uyğun nisbəti yazın və sadələşdirin. Bu nisbətlərin tərsini yazın və nəyi göstərdiyini izah edin. Burada sizdə şəkil olmalıdır. Burada 8-in 68-ə nisbətini yazacağıq. 8 bölünsün 68. Hər birini 2-yə ixtisar edəcəyik. Bu edəcək 4, bu edəcək 34. Hər birini yenə 2-yə ixtisar etmək olar. 2, bu da olacaq 17. Yəni, bunu bu cür yazmaq olar. 2 bölünsün 17 kimi. Və yaxud da bunun tərsi olacaq 17 bölünsün 2 kimi. Keçək B variantına. 140-ın 30-a nisbəti. 140 bölünsün 30. Hər birini 10-a ixtisar etsək, edəcək 14 bölünsün 3. Bunu bu cür yazmaq olar. 14 bölünsün 3. Tərsini də göstərmək olar. 3 bölünsün 14 kimi. Quzunun kütləsinin dananın kütləsinə nisbəti 2 bölünsün 17 olacaq. Nərə balığın uzunluğun heç balığın uzunluğuna nisbəti 14 bölünsün 3 kimi göstərmək olar. Keçək ikinci tapşırığa. Kəmiyyətləri eyni vahidlərlə ifadə edin və nisbəti sadələşdirin. Burada görürük ki, birini qramla verib, birini kiloqramla verib. 750 qramı bölüb 2 kiloqramında 1 kiloqram 1000 qram olduğuna görə 2 kiloqramda 2000 qramdır. Qramlar getdilər. 750 ilə də 2000-in hər birini 250-yə ixtisar etmək olar 3 dəfə. Bu da 8 dəfə. Cavab edib 8-də 3 və yaxud da 3 bölünsün 8 kimi. Səhifə 36-da tapşırıq 2-nin A bəndinə baxırıq. Nömrə 2-nin A bəndi. 14 cm bölünsün 4 metr. 1 metrimiz 100 cm olduğuna görə 4 metrimizdə 400 cm olacaq. 400 ilə 14-ün hərəsini 2-yə ixtisar etsək, bu edəcək 7, bu edəcək 200. Yəni, bunu yazmaq olar 7 bölünsün 200 kimi. B variantında 7 litr bölünsün 500 millilitr. 1 litrimiz 1000 millilitr olduğuna görə 7000 millilitr bölünsün 500 millilitr kimi yazacağıq. Millilitrlər getdi. Hərəsindən 2 dənə 0-ı sildik. 70-i də biz əgər 5-ə bölsək 14 alarıq. Yuxarıda 14, aşağıda 1. Elə cavab 14 verəcək.
C variantına baxaq. 2 həftə bölünsün 6 gün. Bilirik ki, bir həftəmiz 7 gündür. 2-ni də 7-yə vursaq edəcək 14 gün. Bölünsün 6 gün. Günləri ixtisar etsək, 14 ilə də 6-nın hərəsini 2-yə bölsək, bu edəcək 3 dəfə, bu da edəcək 7 dəfə. Yəni 7 bölünsün 3 edəcək. Baxaq D variantına. Dörd desimetr bölünsün 20 santimetr. Bir desimetrimiz 10 santimetr olduğuna görə 4'ü 10'a vuracağıq, 40 edəcək. 40 santimetr böl 20 santimetr. 40'ı da 20'ye bölsək cavabda 2 alarıq. 2 bölünsün 1 kimi də göstərmək olar. Y variantı 2 saat bölünsün 200 dəqiqə. 1 saatimiz 60 dəqiqə olduğuna görə 2'ni 60'a vuracağıq. 120 dəqiqə bu edəcək. Bu da 200 dəqiqədir. Dəqiqələr ixtisar getdi. Hərəsindən 1-0 apardıq. 20 ilə də 12'nin hərəsini 4'e ixtisar etsək, burada qalar 3 dəfə, burada da qalar 5 dəfə. Yəni 3 bölünsün 5 kimi göstərmək olar. Baxaq F variantına. 40 qəpik bölünsün 3 manat. 1 manatımız 100 qəpik olduğuna görə bu da edəcək 300 qəpik. Bu da 40 qəpik. Qəpiklər getdilər. Hərəsindən 1-0 apardım. 4 ilə də 30'un hər birini 2'yə aparsam, bu 2 dəfə, bu da 15 dəfə. Bunu yazmaq olar 2 bölünsün 15. Baxaq C variantına. 240 kilogram bölünsün 6 ton. 1 tonumuz 1000 kilogramdır deyə bu da edəcək 6000 kilogram. Bu da 240 kilogram. Kilogramlar getdi. Hərəsindən eyni sayda sıfırları apardım. 624'e böləndə bölünür. Bu bir dəfə bölünür. 600'ü 24'e böləndə bu da 25 dəfə bölünəcək. Olacaq 1 bölünsün 25. Baxaq H variantına. 36 saniyə bölünsün 4 dəqiqə. 1 dəqiqəmiz 60 saniyə olduğuna görə bu olacaq 4 vur 60, yəni 240 saniyə. Bu da 36 saniyə. Saniyələr getdi. 240 ilə də 36'nın hər birini 6'ya 12'ye aparsaq, bu eləyər 3, bu eləyər 20. Cavab da olar 3 bölünsün 20. Baxaq I variantına. 3 kvadrat metr bölünsün 40 kvadrat desimetr. Biz bunu öğrenmiştik ki bir kvadrat metrimiz metr vurulsun metr, yəni 10 desimetr vur 10 desimetr, yəni 100 desimetr kvadratdır. Bu da edəcək 3 vur 10. 300 kvadrat desimetr bölünsün 40 kvadrat desimetr. Bunlar getdilər. Bunların da hərəsindən 1-0 aparsam, hərəsini təzədən 2'yə ixtisar etsəm, bu edəcək 2, bu edəcək 15, bu da edəcək 15 bölünsün 2. Baxaq J variantına. 250 gram bölünsün 1 kilogram. 1 kilogramın 1000 gramdır. Gramlar ixtisar edəcək. Hərəsində 250 yaparsam, bu edəcək 1, bu da edəcək 4. Yəni 1 bölünsün 4.
Baxaq K variantına. Dörd ay bölünsün bir il. Bir ilimiz 12 aydı. Bu da 4 aydı. Aylar ixtisar getdi. 4 ilə də 12-ni ixtisar etsək 4-ə bir dəfə, 3 dəfə. Bu da edəcək 1 bölünsün 3. L variantı. 300 kub millimetr bölünsün 2 kub santimetr. Burada santimetri millimetre çevirmək lazımdır. 1 santimetrimiz 10 millimetr olduğuna görə onu 3 dəfə öz-özünə vuracaq. Yəni 1000 edəcək. 1000-i də 2-yə vursaq 2000 kub millimetr. Bu da 300 kub millimetr. Burada kub millimetrlə ixtisar edəcək. Hərəsindən 2 dənə 0 aparacağıq. 20-də 3 edəcək. Yəni 3 bölünsün 20 olacaq. Keçək 3-cü tapşırığa. Üçüncü tapşırıqda bizə deyir ki, uzunluğu 18 cm olan AG parçası 6 bərabər hissəyə bölünüb. Nisbətləri tapın. Deməli, 6 bərabər hissəyə bölünübsə, 1, 2, 3, 4, 5, 6 dənə hissədə görürük. 18-i 6-ya bölürük. Hər hissəyə neçə düşəcək? Deməli, 3 düşəcək. 3 cm düşəcək. A variantında bizə deyir ki, AD bölünsün AY bərabərdir. Gəlin A-dan D-yə qədər olan hissəni tapaq. 1, 2, 3 dənə hissədir. Hərəsi də 3 cm. Deməli, AD olacaq 9. AY-yə baxaq. A-dan Y-yə 1, 2, 3, 4. 4 vur 3, 12 hissədir. Bu edəcək 9 bölünsün 12. Hər birini 3-ə ixtisar etsək, 3 bölünsün 4 edəcək. B variantına baxaq. S-yə bölünsün BC. S-dən Y-yə qədər baxırıq. S-dən Y-yə qədər. 1, 2 dənə 2, 3, 6. BC-yə baxaq. B-dən C-yə qədər 1, 2, 3, 4, 5 dənə. 5, 3, 15. Bunu yazmaq olar 6 bölünsün 15 kimi. Hər birini 3-ə ixtisar etsək 2. Bu da edəcək 5. Yəni 2 bölünsün 5 kimi yazmaq olar. C variantı. YF-in AY-yə nisbəti. Kəsrlə də göstərə bilərik də. YF elə bir hissədən ibarətdir. Yəni 3. AY. A-dan Y-yə qədər 1, 2, 3, 4 dənə hissədir. 4, 3, 12. Hər birini 3-ə ixtisar etsək 1 dəfə, 4 dəfə. Bunu yazmaq olar 1 bölünsün 4 kimi. Baxaq D variantına. AF-in BD-yə nisbəti. A-dan F-ə qədər neçə hissədir? 1, 2, 3, 4, 5 dənə. 5, 3, 15. BD. B-dən D-yə qədər 1, 2, 2 hissədir. 2, 3, 6. Hər birini 3-ə ixtisar etsək, bu edəcək 3-ə ixtisar edəndə 2, bu edəcək 5. Yəni 5 bölünsün 2 kimi göstərmək mümkündür. Keçək 4-cü tapşırığa. Uyğun nisbətləri yazın və sadələşdirin. Maşının çəyindəki 50 litr benzindən 35 litr sərf olundu. Deməli, vardı 50. Deməli, getdi 35. Qaldı neçə? 15. Birinci bəndində
A-nın birinci bəndində bizə deyir ki, qalan benzinin sərf olunmuş benzinə nisbəti. Qalan 15, sərf olunan 35. Hər birinin 5-ə ixtisar etsək 3, 7. 3 bölünsün 7 olacaq. A variantının ikincisinə baxaq. Sərf olunmuş benzinin əvvəlcəndə olan benzinə nisbəti. Sərf olunmuş benzin, yəni gedən benzin 35, əvvəldə var idi 50. Hər birinin 5-ə ixtisar etsək 7, bu da elə olacaq 10. 7-nin 10-a nisbəti. Keçək B variantına. Birinci əkin sahəsində 420 ton, ikinci sahədə isə 140 min kiloqram məhsul yığıldı. Birincidə deməli 420 tondur. 420 tonda elə 420 min kiloqram edəcək. İkincidən isə 140 min. 140 min kiloqram. Tonu elə bir ki, kiloqrama çevirdik. B variantının birincisində nə deyir bizə? İkinci sahədən yığılan məhsulun birincidən yığılan məhsula nisbəti. İkincidən yığılan 140 min, birincidə 420 min nisbəti. Buradakı 4 sıfırla buradakı 4 sıfırı apararıq ixtisara. 42 ilə də 14 ixtisara gedir də. Hər birini 14-ə bölsəm 1 dəfə, bu da edəcək 3 dəfə. 1 bölünsün 3 olacaq. B variantının ikincisinə baxaq. B variantının ikincisinə baxaq. Nə istəyir bizdən? Birinci sahədən yığılan məhsulun ümumi məhsulla nisbəti. Birinci sahədən yığılan məhsul 420 mindir. Ümumi də ki 42 mindən 420 mindən 140 min toplayanda edəcək 560 min. Buradakı 4 dənə sıfırla buradakı 4 dənə sıfırı apararam. Hər birini bunların 14-ə ixtisar etsəm, bu 4 dəfə edəcək, bu da 3 dəfə edəcək. Yəni 3 bölünsün 4 olacaq. Bura yazaq da birincidə 3 bölünsün 7, ikincidə 7 bölünsün 10. B variantının birincisində 1 bölünsün 3, ikincisində də 3 bölünsün 4 oldu. Keçək C variantına. Bir kvadratın sahəsi 9, digər kvadratın perimetri 240 mm-dir. Kiçik kvadratın tərəfin böyük kvadratına deməli, bir kvadratın sahəsi 9 kvadrat santimetrdirsə, deməli bunun tərəfi 3 santimetrdir. Əgər bir kvadratın perimetri 240 mm-dirsə, 240-ı bölməliyik 4-ə, bu da 60 mm olmalıdır. 60 mm-imizdə 6 cm olmalıdır. Deməli, ikinci kvadratımızın tərəfi 6 cm-dir. Gördünüz, biz həm sahədən tərəf tapa bildik, həm də ki, perimetrdən tərəf tapdıq. İndi gedək C variantının birincisinə. C variantının birincisində deyir ki, kiçik kvadratın tərəfinin böyük kvadratın tərəfinə nisbəti. Kiçik kvadrat görürük 3-dür. Böyük kvadrat 6-dır, 3-ün 6-ya nisbəti. Hər birini 3-ə bölsək 1 dəfə, 2 dəfə edər, yəni 1 bölünsün 2. Keçək C variantının ikincisinə. Böyük kvadratın sahəsinin kiçik kvadratın sahəsinə nisbəti. Böyük kvadratın sahəsi tərəfi 6-dırsa, sahəsi edəcək 36. Kiçik kvadratın sahəsi də məlumdur 9-dur. 36 bölünsün 9. 36-nı 9-a böləndə 4 edəcək. Cavabımız 4 olacaq. Burada olacaq 1 bölünsün 2 nisbəti. Bunu 4 bölünsün 1 də yazmaq olar. 4 bölünsün 1 kimi də göstərmək olar. Keçək öyrənməyə. Müxtəlif adlı kəmiyyətlərin nisbəti. Gedilən yolun zamanı nisbətindən sürət
Ödənilən məbləğin alınan əşyanın sayına nisbətindən qiymət, cismin kütləsinin onun həcminə nisbətindən isə sıxlıq kimi yeni cəmiyyətlər yaranır. Bu halda adətən cəmiyyətlərdən birinin bir vahidinə digərinin neçə vahidinin uyğun olduğu tapılır. Məsələn, sabit sürətlə hərəkət edən velosipedçi 3 saniyə ərzində 12 metr yol gedərsə, onun 1 saniyədə neçə metr yol getdiyini, yəni sürətini belə tapmaq olar. Biz bunu bilirik ki, düstur da var idi ki, bizdə S bərabərdir V vurulsun T, yəni məsafəni tapmaq istəyiriksə, sürəti vurmalıyıq zamana. Buradan da əgər biz nəyi tapmaq, sürəti tapmaq istəyiriksə, gedilən yolu deməli nəyə bölməliyik? Zamana bölməliyik. Gedilən yolumuz burada 12 metrdir, zamanımız 3 saniyədir. 12-ni 3-ə böləndə edəcək 4, vahidlər də qalacaq burada, metr bölünsün saniyə kimi. Görürsünüz, bu izah da mənə verdiyim izah kimi göstərilir. 4 metr bölünsün saniyədir cavab. Velosipedçi hər 1 saniyədə 4 metr yol gedir. Başqa sözlə, velosipedçinin sürəti 4 metr böl saniyədir. Düstur da budur. V bərabərdir S bölünsün T. Burada V sürəti, S gedilən yolun uzunluğunu, T bu yolu qət etməyə sərf olunan zamanı bildirir. Yol metrlə, zaman saniyə ilə ölçüldükdə sürətin vahidi metr böl saniyə və yaxud da metr böl saniyə drop şəklində kimi yazılır. Hansı cəmiyyətlərin nisbəti malın qiymətini göstərir? Nümunə göstərməklə izah edin. Məsələn, burada deyə bilərik ki, tutaq ki, biz 300 manat pul vermişik ümumi. 300 manat pul vermişik və biz almışıq 15 telefon. Malın qiymətini tapmaq üçün ümumini bölməliyik telefonların sayına. Ümumi qiyməti, ümumi məbləği bölünməlidir malın sayına. Və burada malın qiymətini göstərmək olar. Məsəl üçün 300-ü biz bölsək 15-ə, burada cavab 20 almış olaraq ki, bir telefonun qiyməti 20 manatdır. Səhifə 37-də 5-ci tapşırığa baxırıq. Velosipedçi sabit sürətlə 3 saata 24 km yol getdi. Ədəd oxlarında sual işarələrinin yerinə uyğun ədədləri tapın və suallara cavab verin. Əgər 3 saatda 24 km yol gedibsə, 24-ü böləcəyik 3-ə, alacağıq 8 km bölünsün saat. Deməli, velosipedçinin sürəti 8 km saatdır. 1 saatda 8 km gedib. Deməli, birinci saatda 8 km, sonra 16, sonra 24. Artıq digər saat tapmaq istəyiriksə, 24-ün üstünə 8 gəlməliyik. Burada 32 yazılmalıdır. Bu sürətlə o 4 saata nə qədər yol gedər? 4-cü saatda tapdıq ki, neçədir? 32. A variantında velosipedçinin sürəti nə qədərdir? 8. B variantında 4 saatda nə qədər gedər? 32. Velosipedçi bu sürətlə 16 km məsafəni nə qədər vaxtda qət edər? 16 km saatı 2 saata. 16-nı 8-ə bölsək 2 alarıq. Deməli, 2 saatda qət edər. Keçək 6-cı tapşırığa. 6-cı tapşırıqda bizə deyir ki, avtomobili 40 km yol getməyə 4 litr benzin sərf etdi. Cədvəli tamamlayın və suallara cavab verin. Deməli, 40 km bölsək əgər 4 litrə, burada alarıq 1 litr, burada alarıq 10 km. Yəni 1 litrə nə qədər gedir? 10 km gedir. 1 litr benzinlə nə qədər yol getmək olar? Buradan gördük ki, 10 km. Gəlin bu cədvəli tamamlayaq. 1 litrə 10 km, 2 litrə 20, 4 litrə 40, 8-ə 80,
16'ya 160. 20 kilometr yolu nə qədər benzin sərf edər? Görürük ki, 2 litr 16 litr benzinə sərf etməklə neçə kilometr yol qət etmək olar? Görürük ki, 16 vurulsun 10 edəcək 160 kilometr. 7-ci tapşırıq. Printer 15 saniyəyə 30 səhifə çap etdi. A. 1 saniyəyə neçə səhifə çap olunar? Deməli, 30 səhifəni böləcəyik 15 saniyəyə. Hər birini 15-ə ixtisar etsək, bu edəcək 1 saniyə, bu da edəcək 2 səhifə. Deməli, 1 saniyəyə 2 səhifə çap olunur. 1 saniyə neçə səhifə çap olunar? 2 səhifə. A variantında. 1 səhifəni neçə saniyəyə çap etmək olar? 1 səhifəni neçə saniyəyə çap etmək olar? Yarım saniyəyə. Yəni 0,5 saniyəyə. Saniyə çap etmək olar. Belə yaza bilərik də 2 səhifə bölünsün 1 saniyədir. İndi bunu 1 səhifəyə endirmək üçün bunu 2-yə bölmək lazımdır. Onda bunu da 2-yə bölmək lazımdır. Bu edəcək 1 səhifə, bu da edəcək 0,5 saniyə. Yəni 1 səhifəni 0,5 saniyəyə çap etmək mümkündür. Keçək 8-ci tapşırığa. Fikirlərə əsasən cəmiyyətlərin nisbətini yazın və mənasını izah edin. Krandan 6 dəqiqəyə 15 litr su axdı. 6 dəqiqəyə 15 litr su axırsa, onda hər birini 4-ə vursaq, məsələn, 4-ə yox, 10-a vursaq, bu edəcək 150 litr, bu da edəcək 60 dəqiqə. 60 dəqiqəm də nədir? 1 saatdır. Yəni, mənası olar ki, 1 saatda 150 litr su axır. Mənası bu olar, amma nisbətlərin yazın deyəndə 6 bölünsün 15-in nisbətini belə yazmaq olar. Hər birin 3-ə aparsaq 2, 5. Bu edəcək 2 bölünsün 5 kimi göstərmək olar bu nisbətini A variantında. Mənası da 1 saatda 150 litr su axardı. B variantına baxaq. Samir 4 manata 8 şüşə aldı. 4 manatı böləcək 8 şüşəyə. Bu da edəcək, hər birini ixtisar etsək, bu edəcək 1 manat, bu da edəcək 2 şüşə. Nisbət olacaq 1 bölünsün 2, mənası da olacaq 1 manata 2 şüşə almaq olar. 1 manata 2 şüşə almaq olar. Mənası da bu olacaq. Keçək 9-cu tapşırığa. Usta Əli ötən həftə 36 saat işləyib 432 manat əmək haqqı aldı. O 1 saata neçə manat qazandı? A variantına baxaq. 36 saat bölünsün 432 manat. Bunları ixtisar etsək əgər biz hər birini 36-ya aparsaq, bu edəcək 1 saat, bu da edəcək hər birini 36-ya böldük. Bu da edəcək 12 manat. Deməli, o 1 saata neçə manat qazandı? Görürük ki, 1 bölünsün 12-dir. Yəni, 1 saata 12 manat pul qazanacaq.
B variantına baxaq. Usta Əli ötən həftə 40 saat işləsəydi nə qədər əmək qalardı? 40-ı vuracağıq. 1 saatda da nə qədər? 12 manat olduğuna görə 40-ı da buranda 12 manata edəcək 480 manat. Əgər 40 saat işləsəydi 480 manat pul alacaqdı. Yadda saxla. Cismin kütləsinin onun həcminə nisbəti bu cismin sıxlığı adlanır. Burada Rho sıxlığı, M kütləni və həcmi bildirir. Kütlə kiloqram, həcm kubmetr ilə ölçüldükdə sıxlığın vahidi kiloqram bölünsün kubmetr kimi yazılacaq. Sıxlıq qram bölünsün kub santimetr vahidi ilə də yazıla bilər. Sıxlığı tapmaq üçün cismin kütləsini onun həcminə bölməliyik. 10-cu tapşırıqla davam edirik. Verilənlərə əsasən cismin sıxlığını tapın. A variantında nə deyir? Həcm yəni V 18 kub santimetrdir. Cismin kütləsi yəni M də 81 qramdır. Sıxlığını tapmaq istəyir. Rho-nu tapmaq istəyirsə bizdən, Rho-nu tapmaq üçün M bölünsün V düsturuna istifadə etməliyik. Yəni 81 qramı bölməliyik 18 kub santimetrə. Bu da bizə verəcək hər birini ixtisar etsək əgər biz 9-a, bu olacaq 2, bu da olacaq 9. Yəni 4,5 qram bölünsün kub santimetr. Bu A variantının cavabı. Biz buradan yazaq. Aha. B variantına baxaq. Tili 0,4 metr olan taxta kubun kütləsi 44,8 kiloqramdır. Taxta kubun birinci həcmini tapaq V bərabərdir A kub düsturundan, yəni 0,4-ün kub düsturundan istifadə edəcəyik. 0,4-ü 3 dəfə öz-özünə vuracağıq. Bu da bizə verəcək 0,64 kub metr. Həcmi var. Kütləni də verib burada 44,8 kiloqramdır. Onda Rho-nu tapacağıq. Rho bərabərdir, yəni sıxlıq bərabərdir M bölünsün V. M kütlə 44,8 kiloqramdır. Həcmimiz də 0,64 kub metrdir. Bərabərdir. Bunu belə yaza bilərik. Hər birini 1000-ə vursaq əgər bu olacaq 64. 44,8-i də 1000-ə vursaq, ona vursaq 448, 2 dənə 0 yanına atacağıq. Bu arada ixtisar etsə, yəni bölünür buna təmiz. Bu da edəcək 700 kiloqram bölünsün kub metr. Bunun da cavabı olacaq 700 kiloqram bölünsün kub metr. Baxaq C variantına. Uzunluğu 8, eni 5, hündürlüyü 3 olan metal kuboidin kütləsi 324 qramdır. Birinci bunun həcmini tapaq. Kuboidin həcmi A vur B vurulsun C-dir. Yəni 8 vurulsun 5 vurulsun 3. 8-i 5-ə vuranda 40, 3-ə vuranda 120 edəcək. 120 kub santimetr olacaq bu. Bu da 324 qramla verilib. Rho bərabərdir M bölünsün V. Bu edəcək 324 qram bölünsün 120 kub santimetr. O da bərabərdir 324 120-yə böləndə 2,7 qram bölünsün kub santimetr olacaq bunun da cavabı. C variantının da cavabı olacaq 2,7. Keçək səhifə 38-ə.
Səhifə 38-dəki tapşırıqlara baxaq. 11-ci tapşırıqda bizə deyir ki, Lalə 3 dəqiqə 360 metr, Samir isə 4 dəqiqə 600 metr qaçır. A variantında deyir ki, kimin sürəti çoxdur, Lalənin yoxsa Samirin nə qədər? Əgər Lalə 360 metr qaçırsa 3 dəqiqəyə, 360-ı böləcəm 3-ə, olacaq 120 metr böl dəqiqə. Lalənin sürəti. Samirdə isə 600 metri böləcəm 4 dəqiqəyə, burada da alacam 150 metr bölünsün dəqiqə. Kimin sürəti çoxdur? Buradan görürük ki, Samirin sürəti çoxdur. Samir. Nə qədər çoxdur istəsə 150-dən çıxacam 120-ni, 30 metr böl dəqiqə çoxdur. 30 çoxdur. Bu A variantı idi. Baxaq B variantına. Hər kəs öz sürəti ilə qaçmaqda davam edərsə 12 dəqiqədə kim daha çox məsafə qaçar, nə qədər çox? 12 dəqiqədə bu dəqiqədə 120 qaçırsa, Lalə qaçacaq 12 vurulsun 120. 12-ni 120-yə vursaq əgər 1440 alacaq. Metr. Samirə baxsaq əgər 12-ni vuracaq 150-yə, burada da alacaq 1800 metr. Yenə ən çox əlbəttə ki, Samir gedər. Nə qədər çox gedər? 1800-dən çıxacaq 1440-ı. Bu da edəcək 360 metr. 360 metr çox gedər. 11-ci tapşırığın həlli oldu. Keçək 12-ci tapşırığa. Şəkər tozu müxtəlif kütləli bağlamalarda satılır. A variantında deyir, hansı bağlamada şəkər tozunun 1 kiloqram qiyməti daha ucuzdur? Nə qədər? Və biz görürük ki, burada 5 kiloqramlıq satılır 7 manat 50 qəpiyə. Gəlin bunun 1 kiloqramını tapaq. Qiyməti neçədir? 7 manat 50 qəpiyi bölək 5-ə. Bu da yəni tutaq ki, 750 qəpiyi bölək 5-ə. Bu da bizə verəcək 150 qəpi. Yəni 150 qəpidə 1 manat 50 qəpidir. Bu birincinin 1 kilosu edəcək 1 manat 50 qəpi. Digərinin 4 manat 80 qəpiyin 4 manat 80 qəpi də bölək 3 kiloqrama. Bu da bizə verəcək 1 manat 60 qəpi. Bunun da kilosu olacaq. Bunda deməli 1 manat 50 qəpidir. Bunda isə 1 manat 60 qəpidir. Deyir, hansı daha ucuzdur? Birincisi daha ucuzdur. Birinci bağlamadakı daha ucuzdur. Nə qədər ucuzdur? 10 qəpik. 10 qəpik ucuzdur. Bu A variantı idi. B variantına baxaq. 15 kiloqram şəkər tozunu hansı bağlamalarda aldıqda nə qədər pula qənaət etmək olar? 15 kiloqramı bölək 5 kiloqrama, bu edəcək 3 ədəd. 3 ədədi də 7 manat 50 qəpikdən alsam, 3 vurulsun 7 manat 50 qəpik. Bu da bizə verəcək 22 manat 50 qəpik. 50 qəpik. 22 manat 50 qəpik.
İndi 15-i bölə 3 kiloqramlığa bu da edəcək 5 ədəd. 5 dənə də 4 manat 80 qəpilikdən alsaq, bu da bizə verəcək 24 manat. B variantında deyir ki, 15 kiloqram şəkər tozunu hansı bağlamalarda aldıqda nə qədər pula qənaət etmək olar? Əlbəttə ki, 5 kiloqramlıq alanda daha qənaətçil olur. Çünki biz burada 22 manat 50 qəpik vermiş olduq. 5 kiloqramlıqda alanda, yəni birincini alanda qənaət etmiş oluruq. Nə qədər qənaət etmiş olduq? 24 manatdan çıxaq 22 manat 50 qəpiyə. Bir manat 50 qəpik qənaət etmiş oluruq. Keçək 13-cü tapşırığa. Yarışın nəticəsinə əsasən üzgüçü hansı üsulla daha sürətli üzür? Sərbəst üsulla deməli 25 metr gedir 20 saniyəyə. Butterfly 50 metr gedir 30 saniyəyə, Brasla gedir 100 metri 50 saniyəyə. Biz əlbəttə ki, sürəti tapmaq üçün məsafəni bölməliyik zamana. Birinci üsul deyək buna. Buna deyək birinci üsul, sərbəst üsula. Birinci üsulda sürəti tapmaq istəyiriksə 25 metri bölməliyik 20 saniyəyə. Bu da bizə eləyəcək, ixtisar etsək 25-i 20-yə bölsək əgər 1,25 edəcək. Metr bölünsün saniyə. İkinci üsulla V bərabərdir 50 metri bölməliyik 30 saniyəyə. İxtisar etsək əgər, bu da edəcək 1,3 metr bölü saniyə. Üçüncü üsulla V bərabərdir 100 metri gələ bölək 50 saniyəyə. O da edəcək 150 bölündə 2 metr bölünsün saniyə. Hansı üsulla daha sürətli üzür? Əlbəttə ki, 2 ilə hansı? Brasla daha çox sürətlə üzür. Brasla üzəndə 2 metr bölü saniyə olur onun sürəti. Keçək 14-cü tapşırığa. Cədvəldə bəzi şirələrin tərkibindəki karbohidrat və şəkərin miqdarı göstərilib. Biz görürük bu cədvəldə. A variantında deyir ki, hansı şirənin vahid həcmində karbohidratın miqdarı o birilərindən 2 dəfə çoxdur. Biz görürük ki, 300 mg həcmi, karbohidrat 25,5 mg-dır, şəkər də 30 qramdır. Bunun üçün nə edək? Bunun üçün burada 300 ml-də 25,5-dir. Biz bunu gəlin 100 ml-yə gətirək hamısını. 100-ə gətirmək üçün bunu 3-ə bölməliyik. Bunu da 3-ə böləcəyik. Bu edəcək 100 ml. 25,5-i 3-ə bölsəm əgər alacam 8,5 milligram. Bu A-da. B-də 500 mg
42,5 mg karbohidrat var. Bunu da 100-ə gətirmək üçün bunu da 5-ə bölək, bunu da 5-ə bölək. Hamısını eyni vahid həcmə gətiririk. Hamısını 100 milliyə gətiririk. Bu edəcək 100 milli. 42,5-i də 5-ə bölsəm, yenə burada 8,5 mg karbohidrat alıram. C-də isə 200-dür. 200 millidə 34 mg karbohidrat var. Bunu da 100-ə gətirmək üçün 2-yə bölürəm. Bunu da 2-yə bölürəm. Bu edir 100 milli. Bu da edir 17 mg. İndi baxırıq. Bizə deyir ki, hansı şirənin vahid həcmində karbohidratın miqdarı o birlərinə 2 dəfə azdır. Bunlar 8,5-dir bu ikisində. Amma bunda isə 17-dir. 17-ni elə 8,5-ə böləndə cavab 2 alınır. Deməli, C-dəki digərlərindən 2 dəfə çoxdur. A variantının cavabı olacaq C. Baxaq B variantına. Hansı şirənin vahid həcmində şəkərin miqdarı daha azdır? İndi burada 300-dür. 300-də 30-dur. Gəlin bunu 100-ə gətirək. 3-ə bölək. Bunu da 3-ə bölək. Bu olacaq 100-də 10 mg. B. 500-də 35-dir. Bunu 100-ə gətirmək üçün 5-ə bölək. Bunu da 5-ə bölək. Bu olacaq 100-də 7 mg. C-də isə 200-ə verib bizdə 18. Şəkərə baxırıq ha biz. Bunu 100-ə gətirmək üçün 2-yə bölək. Bunu da 2-yə bölək. 100-də bu da edəcək 9 mg. Daha az olan, bunda 10-dur, bunda 7-dir, bunda 9-dur. Ən az B-dədir. İkincinin də cavabı olacaq B. 7 mg öbürlərindən ən azdır. Baxaq 15-ci tapşırığa. Bakıda 2 eyni kitab 12 manata, İzmirdə 3 belə kitab 210 liraya satılır. 1 manat 12 TL olarsa, bu kitab hansı şəhərdə daha ucuzdur? Bakıda əgər 2 kitab 12 manatdırsa, onda bir kitabın qiyməti olacaq 12 bölünsün 2, yəni 6 manat. İzmirdə isə 3 kitab 210 lirədirsə, onda bir kitab olacaq 210-u böləcəm 3-ə, 70 lirəyə. İndi görək, bu 1 manatda 12 lirə olduğuna görə gəlin bu 6 manatı lirəyə çevirək. Yəni Bakıdakı qiyməti tutaq ki 6 manatın bərabərdir. 6 vurulsun 12. O da edir 72 lirə. Deməli, türk pulu ilə götürsək Bakıda bir kitab 72 lirədir. İzmirdə isə 70 lirədir. Hansı şəhərdə daha ucuzdur? Əlbəttə ki, görürük, İzmirdə daha ucuzdur. İzmirdə daha ucuzdur. 16-cı tapşırığa baxaq.
Lalə, Samir və Elxan 4 həftə ərzində pul yığdılar. Hər həftənin sonunda Lalənin pulunun Samirin puluna nisbəti 2/3, Samirin pulunun Elxanın puluna nisbəti 3/5 oldu. Cədvəldə hər həftənin sonunda bu uşaqların cəmi nə qədər pul olduğu göstərilib. Cədvəli tamamlayın, suallara cavab verin. Lalədə 2 manat, sonra 3-cü həftədə olub 6, 4-cü həftədə olub 8. Əlbəttə ki, bu 2 manat artır. 2-ci həftədə olmalıdır 4 manat. Biz buradan bilirik ki, Lalənin pulunun Samirin puluna nisbəti 2/3-dür. Deməli, Lalədə 2 artanda Samirdə 3 artmalıdır. Onda birinci həftədə Samirdə olub 3 manat, sonra 6 manat, sonra 9 manat, sonra da olub 12 manat olmalıdır. Yenə də deyirəm, Lalə 2 nisbətdədirsə, deməli, Lalədə pul 2 artacaq, Samirdə isə 3 verildiyinə görə Samirin pulu 3 artmalıdır. Samirin pulunun Elxanın puluna nisbəti isə burada verilib 3/5. Biz görürdük, Samirdə onsuz da 3 artır, Elxanda da 5 artmalıdır. Deməli, 5 burada olmalıdır 10, burada da olmalıdır 15 manat, sonra da 20 manat verilməlidir. Cədvəli doldurduq. Baxaq bunun birinci bəndinə. Lalənin 4 manatı olanda Elxanın neçə manat pulu oldu? Lalənin 4 manat olanda Elxanın görürük ki, ikinci həftədən söhbət gedir, 10 manatı oldu. İkinci, hansı həftə uşaqların ümumi pulu 30 manatdan çox olar? Birinci həftədə görürük ki, 10 manatdır. İkinci həftədə 20 manatdır. Üçüncü həftədə isə 30 manatdır. Dördüncü həftədə isə 40 manatdır. Deməli, dördüncü həftə 30 manatdan daha çoxdur. Bunun cavabı olacaq 4-cü həftə. 4-cü həftə. Üçüncü suala baxaq. Hansı nisbət Lalə, Samir və Elxanın pullarının nisbətinə uyğundur? Lalədə 2 idi. Lalə, Samir, bir də Elxan. Lalədə 2 idi, Samirdə 3 idi, Elxanda da 5 idi. 2/3/5. Yəni, bu nisbət daha uyğundur. Bununla da mövzunun izahına baxdıq. Dərslərimizə onlayn şəkildə qoşulmaq istəsəniz 051 759 55 96 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.